Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyirli olsun, əziz izləyicilər. Hər birinizi salamlayıram. Bu günləri Zilhəccə ayının 18-i əzəmətli Qədirxum bayramıdır. Hər birinizi bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Qədirxum bayramı Zilhəccə ayının 18-i, Hicrətin 10-cu ili, Milad tarixi ilə 632-ci ilə təsadüf eləyir. Peyğəmbərimiz sonuncu vida həccindən qayıdarkən, yəni Məkkəni artıq tərk etdikdən sonra Qədirxum deyilən bir məntəqədə Allahın əmri ilə dayanması əmr olunur. 120 min həcc ziyarətindən gələn müsəlmanlara Allahın əmri ilə Peyğəmbərimiz vəsiyyət edir. Mən istərdim ki, Qədirxum günündə Peyğəmbərimizin bu ümmətə vəsiyyətindən danışam. Çünki Qədirxum günü məşhur ayələr nazil olub. O ayələrdən biri Maidə surəsinin 3-cü ayəsidir, 67-ci ayəsidir, Məaric surəsinin 1-ci ayəsidir. Mən vaxta görə onların hər biri barədə danışa bilməyəcəyəm, amma bir məşhur Peyğəmbərimizin hədisi var Qədirxum günündə. Allahın əmri ilə bu ümmətə Peyğəmbərimiz bəyan eləyib, çatdırıb. İstərdim o hədisə diqqət eləyək. Hədis məşhurdur. Həm əhl-i sünnə, qədim alimləri, müasir alimlər, həm şiyyənin qədim alimləri və müasir alimləri hədisi səhih bilirlər, mutavatir bilirlər. Və buyururlar ki, bu hədisi doğrudan da Peyğəmbərimiz Qədirxum günü, Qədirxum məntəqəsində müsəlmanlara çatdırıbdır. Bu hədis nədən ibarətdir? Həzrəti Peyğəmbərimiz üzün 120 min müsəlmana həcc ziyarətindən Peyğəmbərlə bir yerdə qayıdan insanlara üzün tutub buyurur ki, mən kuntu mövlahu və həzə əliyyun mövlahu. Mən hər kəsin mövlasıyam, hər kəsin rəhbəriyəm. Düzdür, mövla sözü bir neçə mənada işlənib, amma bir mənası da rəhbər deməkdir, ağa deməkdir. Bir insanın digər insanlar üzərində ixtiyar sahibi olmağın deməkdir. Misal deyək, şəriətimizdə belə bir qayda var. Buyururlar ki, bu uşaq ki, həddi buluğa yetməyib, bu ata onun vəlisidir, mövlasıdır. Yəni, işlərinin ixtiyar sahibidir. Şəriətimizdə belə bir qayda var. Cənazə bir nəfər dünyasını dəyişə, o meyyidin vəlisi, mövlası, rəhbəri, ağası icazə verməsə, başqa insanlar ona namaz qıla bilməz. Gərək meyyidin vəlisi ola. Peyğəmbərimiz buyurur ki, mən kuntu mövlahu, mən hər kəsin mövlasıyam, rəhbəriyəm, işlərinin ixtiyar sahibiyəm və hədə əliyyum mövlahu. Bu Əli də, Əli ibn Əbu Talib də o şəxsin mövlası və ixtiyar sahibidir. Bu əmr, bu hədis Peyğəmbərimizin Qədirxum məntəqəsində Allahın əmri ilə insanlara Həzrəti Əlinin ilk imamətinin başlanğıcını Allah əmri ilə insanlara çatdırır. Və insanlar bunu eşidib, Allaha şükür eləyirlər. Buyururlar ki, Peyğəmbərimiz, bu Allahın sözüdür ya sizin sözünüzdür? Peyğəmbər buyurur ki, xeyr, mən öz sözümdən, öz fikrimdən söz deyə bilmərəm. Bu Allahın əmridir. Və orada Həzrəti Peyğəmbərimiz dua eləyir. Buyurur ki, ilahi, Əlini sevəni sən də sev, Əli ilə düşmən olan şəxslə sən də düşmən ol. Əzizlər, Qədirxum günündə Allah öz nümayəndəsini, yəni Peyğəmbərlik missiyasının tamamlanıb, imamət missiyasının başlanğıc gününü təqdim eləyib. Çox həssas bir keçid dövrü olub. İnsanlar ağır imtahan olunublar. Hər kəs ki, imaməti qəbul eləyib, hidayətə çatıb, hər kəs ki, imaməti inkar eləyib, ona qarşı çıxıbdır, o yolunu azıbdır. Niyə görə Allah Həzrəti Peyğəmbərimizə Həzrəti Əlinin imamətini təqdim olunmasını Allah istəyib? İstərdim çox qısa şəkildə buna da bir fikir bildirək. Yəni şəxsi fikrimizi yox, hədislərimizlə cavab verək ki, Cabir ibn Əbdullah Ənsari Peyğəmbərimizin məşhur sahabələrindən biri idi. Buyurur ki, bir gün Həzrəti Peyğəmbərimiz üzün bizə tutub xitab etdi. Buyurdu ki, ey mənim sahabələrim, Həzrəti Əlidə o qədər böyük xüsusiyyətlər, xasiyyətlər, əzəmətli xüsusiyyətlər var ki,
Əgər yer üzərində olan insanların hamısında Həzrəti Əlinin bir xüsusiyyəti olsa, insanlar məqam baxımından fəzilət, elm baxımından Həzrəti Əlinin xüsusiyyətlər ki, onda cəm olub, bir xüsusiyyəti ilə kifayətlənərdilər. Yəni, bir xüsusiyyəti bütün insanlarda olsaydı, insanlar fəzilət baxımından daha üstün olardılar. O fəzilətlər Həzrəti Peyğəmbərimiz ümmətə və Cabir ibn Əbdullah Ənsariyə və sahabələrə o fəzilətlər barədə xəbər verir. Amma çox təəssüf ki, mən zamana görə onların bir neçəsini deyə biləcəyəm, qalanını isə inşallah qismət olar, başqa vaxt deyərəm. O xüsusiyyətlərdən biri budur ki, Həzrəti Peyğəmbərimiz buyurur ki, Əlinin mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Yəni, Quran oxumusunuzsa, bilərsiniz ki, Musa Peyğəmbər Haruni, qardaşı Harun əleyhissalamı özünə köməkçi istədi. Allah da ona köməkçi verdi qardaşına. Peyğəmbərimiz buyurur ki, Əlinin də mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimidir. Bu bir xüsusiyyət. İkinci xüsusiyyət, Həzrəti Peyğəmbərimiz buyurur ki, kim Həzrəti Əlini sevərsə, onun imanı, dini kamil olar. Kim Həzrəti Əli ilə düşmənçilik etsə, ona qəzəbli olsa, Allahın dinindən çıxmış sayılar. Həzrəti Əlinin o qədər fəzilətləri vardı ki, onları Allah bəyənmişdi və Allah təbarək və təala Qədərxum günündə də Həzrəti Əlini bu ümmətə ilahi imam, ilahi peyğəmbərlərin missiyasının davam etdirilməsinin vəzifəsini, missiyasını Həzrəti Əlinin boynuna, çiyninə bu yükləri qoydu və Həzrəti Əli də bu missiyanı, bu gözəl xüsusiyyətləri həyata keçirdi. Amma çox təəssüflər olsun ki, bəzi insanlar bu keçid məntəqəsində imtahandan çıxa bilmədilər. Allah bayramımızı mübarək etsin. Allah bizi Həzrəti Əlinin imamət və vilayətində sabit qədəm eləsin. Bayramımız mübarək olsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.